Hoş gördük hər birinizi əziz izləyicilərimiz, əziz dostlarımız. Bugün 6 iyun 2025-ci ildir. Çox gözəl, mübarək bir gündür. Bugün bütün İslam dünyasında olduğu kimi Azərbaycanımızda da İsmail Qurbanı gözəl bir bayram qeyd olunur. Bu bayram bizim ən müqəddəs bayramlarımızdan biridir. Xalqımızı, elimizi, obamızı, bütün hərbiçilərimizi, vətən fədailərimizi, dövlətimizi hamısını təbrik edirik. Allah Teala bu gözəl gündə evlatlar olmayanlara evlat bəxş eləsin, xəstələrimizə şəfa versin, bayrağımızı hər zaman uca eləsin. Bütün insanların bayramını təbrik edirik. Bayramımız var ya, hacı. Bayramımızı təbrik edirik. İstərdim ki, gözəl gündə xalqımızı təbrik edəsiniz. Hacı Əşrəf əfəndi. Mərhəmətli və rəhimli Allahın adı ilə Allah bütün İslam dünyasının bayramını mübarək eləsin, bərəkətli eləsin. O cümlədən də bizim xalqımızın, millətimizin. Şükürlər olsun bu günlərim. Üzü ağ, alnı açıq. Bayram keçirdirik. Torpaqlarımızın hər tərəfində bayram namazı qılınacaq inşallah. Bu böyük bir fəxirdir, uğurdur. Allah belə gözəl günləri millətimizə, xalqımıza qismət eləsin tez-tez. Şükürlər olsun Allaha. Amin. Allah təbrik edirik, kanalımızın adına. bütün İslam dünyasını təbrik edir inşallah. Təşəkkür edirəm hacı. Sizin də bayramınız mübarək. Bayramınız mübarək. Yerimizi, obamızı, millətimizi təbrik edirik. Amin Allah. Allah cəmi qurbanları qəbul eləsin. Bu əziz gündə, müqəddəs gündə qılınan namazları da qəbul eləsin. Amin. Allah bu namazın, bu qurbanın xatirinə elimizi, obamızı, millətimizi, xalqımızı bütün xalqlardan uca eləsin, birlikli savadlı eləsin. Amin. Bir-birlərinə hörmət eləməyi başarsınlar. Amin. Allah canınızı sağ eləsin, Allah sizi dəstək eləməsin. Teşekkür ederim. Ama icazə verseniz saat məlum nəsə yardımlarına, məlum bir şey verir. Kendimizde aksiyalar qeyd olunur. Bax, aksiyalarda Çingidəmi 10 manat hədiyyə elədi. Allah özü qəbul etsin aksiyalarımıza. Allah qəbul etsin əmi. Sağ olun, Allah. Sabahınız xeyir olsun, bərəkətli olsun, xeyir olsun. Allah bərəkət versin. Geçsə belə gözəl bayramlara Allah elimiz obamıza həmişə belə xoş günlər nəsib etsin. Təşəkkür ederim, minnətdarım qardaş. Bayram mübarək. Gözəl günləriniz mübarək olsun. Bayramınız mübarək. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Nə təsir. Bayramınızı təbrik edirəm hər birinizin. Xoş gəlmisiniz alimlər yurduna, xeyriyyətçilər yurduna. Gəlişiniz həmişə uğurlu olsun. Müəllim, necəsin qurban olun? İnşallah birazdan Ləmbaran kənd Hacı Həmid adına Cümə məscidində inşallah bayram namazı qılınır. İnsanlarımız da gəlib bayram namazı qılmağa Allah qəbul etsin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qardaşlar, bu günlərim bayrama qarışıb. Həm Qurban bayramıdır, həm də cümə günüdür. Allah bütün məscidlərdə edilən duaları, ibadətləri qəbul eləsin. Allah bizi həmişə belə gözəl, xoşbəxt, firavan bayramlar keçirmək bizlərə nəsib eləsin. Qurban bayram namazını qılmağa niyyət edəcəyik. İnşallah niyyət edirəm Allah rızası üçün 2 rükət Qurban bayram namazını qılıram. Uydum imama vacib qürbətən ilallah deyə niyyət edəcəyik. 6 təkbirlə qılınacaq inşallah. 3 təkbir 1-ci rükətdə, 3 təkbirdə 2-ci rükətdə. Allah qəbul eləsin inşallah. Və hazal baladil amin. Laqad xalaqnal insana fi ahsani taqvim. Thumma radadnahu asfala safilin. İllellezine amenu ve amilus salihat felahum zalikellezi yad'ul yatim ve la yahuddu ala ta'amil miskin feveylun lil musallin ellezine hum an salatihim sahun ellezine hum yura'un ve yemna'unel ma'un. Allahu Ekber.
Semi'allahu limen hamide Rabbena lekel hamd. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Tehiyyatullah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallahu vallahu ekber. Allahu ekber, Allahu ekber. Velillahil hamd. Allahu ekber, Allahu ekber. La ilahe illallahu vallahu ekber. Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allazi hadana lil iman vel islam ve cealna min ummeti seyyidul anam sallallahu aleyhi ve alihi ve sellem ve men tabi'uhum bi ihsan ila yevmil kıyam. Amma ba'd. Allah subhanahu ve taala bizdən və bütün müsəlman qardaşlardan qəbul eləsin. Allah günümüzü xeyirli uğurlu eləsin. Bu günlərim çox mübarək gündür. Həm Qurban bayramı, həm də cümə günü üst-üstə düşübdür. Bayram bayrama qatışıb. Allah qəbul eləsin bu gün edilən duaları, kəsilən qurbanları. Arkadaşlar, ilahi təqva olan Qurban bayramı günüdür. İlahi təqva, yəni ilahi Allah qorxusu yüksək səviyyədə olan Qurban bayramı günüdür. O təqvanın gücündən, o sevginin gücündən insanlar güc alaraq bu günlərin paylaşırlar. Və Qurban bayramı günüdür. Qurban sözünün mənası zaten yaxınlaşmaq deməkdir. Allaha yaxınlaşmaq. Allah Teala Quran-ı Kərimdə Saffat surəsi 103-107-ci ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Onlar hər ikisi Allahın əmrinə təslim olduğu, yəni İsmail ilə İbrahim təslim olduğu və üzü üstə yerə yıxıldığı zaman, yəni İbrahim İsmail'e üzü üstə yerə yıxdığı zaman biz ona belə xitab etdik. Ya İbrahim, artıq sənin röyanın düzgünlüyünü Allah tərəfindən olduğunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırıq. Biz ona böyük bir qurbanlıq əvəzi verdik. Baxın, bir neçə böyük imtihanlardan keçən İbrahim Peyğəmbər, o da atılmaqla imtihan olundu. Bir çox imtihanlardan keçdikdən sonra 90 yaşında Allah Teala buna vəd elədi ki, sənə övlad verəcəm mələklər vasitəsilə. Bu da dedi, mən qoca, yoldaşım qoca. O yaşda Allah Teala buna övlad verdi, oğul övladı verdi. O yaşda atanın övladına olan sevgisi nəzir olar? Həm övlad sevgisi, həm nəvə sevgisi. Və 14-15 yaşına qədər o sevgi ilə böyütdüyü halda röyada Allah Teala mələklər vasitəsilə oğlu İsmail'i onun üçün qurban kəsməsi ilə verir. İmtihanın böyüklüyünə baxın. Və o röyasını da bu övladına deyir, yoldaşına deyir. Eyni həssasiyyətlə, eyni təslimiyyətlə onlar da qəbul edirlər. Şeytan başlayır bunlara vəsvəsə eləməyə, İbrahimə bir cürə, Hacərə bir cürə, İsmailə bir cürə, ancaq heç biri şeytanın vəsvəsəsinə uymur və əmri icra eləməyə atalarından xaric edirlər. Və hətta atasına İsmail deyir ki, ata, başımı kəsən zaman gözlərini bağla, birdən atalıq hissi cuşa gələr, kəsəlməsin, güc gəlməz. Yəni bu dərəcədə tam bıçaq boğazına kəsildiyi vaxtda Allah Teala bu ayəni indirir. Biz ona belə xitab etdik. Artıq sən röyanın düzgünlüyünü, yəni Allah tərəfindən olduğunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu açıq bir imtihandır. Biz onu böyük bir qurbanlıqla əvəz etdik. Yəni oğlu kəsmək əvəzinə İsmailə qoç endirdi. Qurban sözü ərəb dilində bayaq dedik, yaxınlaşma deməkdir. Allaha yaxınlaşmaq vasitə mənalarına gəlir. Qurbanlı ifadəsi isə ibadət niyyəti ilə Qurban bayramı günlərində uca Allahın rızası üçün kəsilən heyvana verilən addır. Qurbanlığın tarixinə baxsaq, qardaşlar, insanlığın tarixi ilə eynidir. Adəmin övladları Habil ilə Qabil niyyətlərinin qəbul olmaları üçün qurban etdilər, qurban dedilər. Və ayədə nə deyir Allah Teala? Deyir Allah Teala muttəqilərin təqvası daha çox olanların qurbanını qəbul edər. Aydın oldu mu?
qurbanının, ümumiyyətlə duanın qəbul olmasını istəyirsənsə, təqvanı artırmalısan. Qurban bayramı, bayaq dedik ki, qardaşlar, bu günlərin paylaşma günüdür. İnsanlar bir-birini xəsisliyin üstündən xət çəkilmə günüdür. Allah Teala bugün bizim təqvamızı axtarır. Görüm, bəndəm, İsmail'i İbrahim gözdən çıxartdı övladını. Görün, bəndəm də, imkanı olan bəndələr də varından, dövlətindən gözdən çıxardacaqmı? Allah rızasından, Allah təqvasından dolayı. Məqsəd budur. Sevdiyin, könül verdiyin şeyi, malının gözdən çıxartmaq. Allah üçün gözdən çıxartmaq. Hətta Peyğəmbərimizin bir hədisi var. Deyir, Qurban bayramı günlərində bir müsəlmanın görə biləcəyi ən gözəl iş qurban kəsmək olmaz. Qurban kəsmək olmalıdır. Hətta deyir ki, imkanı olub da qurban kəsməyən insanlar Allahın məbədlərinə yaxın durmasın, evlərinə yaxın gəlməsin. Qurban paylarını paylamaqda məqsəd nədir, qardaşlar? Bəli, birinci, imkansız ailələr. İkinci, qohum-əqrəbə, silə-i rəhm eləyə bilərsən. Və başımızın tacı olan şəhidlərimiz, şəhid ailələri, qazilər, bu günlərim onlar daha çox anılmalıdır. Çünki bu gözəl günləri bizə yaşadan onlardır. Əsas bütün paylaşımların başında təbii ki, bu ölkədə qiyamətə qədər onlar dayanacaq, onların ailəsi duracaq. Şəhid ailələri və qazilər, onların ailələri. Təbii ki, az təminatlı ailələr və qohum-əqrəbə. Hətta bir ədəb var, qurban payını deyir, 3 yerə bölün. Bir hissəsini özünüzə götürün, bir hissəsini kasıblara verin, bir hissəsini də qohum-əqrəbəyə paylayın, qonşuya paylayın. Yəni, burada məqsəd paylaşmaqdır, könül qazanmaqdır. Ən böyük, ən çətin ibadət olan, ibadətlərin ən çətin nədir? Həzrət Ömərin sözüdür, deyir, ən zor ibadət qəlb qazanmaqdır, bir başqasının sevgisini qazanmaqdır. Bax, həmən günlərdir, qəlb qazanılan günlərdir. Bir parça ət pay verməklə bir insanın sevgisini qazanırsan, məhəbbətini qazanırsan. Hansı heyvanlardan olmalıdır? Birinci, qoyun, qoç, keçi, qaramal, dəvə, bir də sığır cinsindən olan heyvanlar. Bu ədəb ərkanlara uyaraq, Bismillah, Allahu Ekber deyib heyvanın başını kəsərsənsə, qan töküldüyü anda insanın günahları da tökülər və günahlarından da arınar. Bu günlərim Məkkədə həccilərimiz sonun əsas günü, qurban kəsmə gününü icra edirlər. Məkkədə olanlar üçün qurban kəsmək vacibdir, yəni həccin rükünlərindəndir. Məkkədən kənarda olan insanlar üçün müstəhəbdir, amma vacibata yaxın müstəhəbdir. Vacibata yaxın müstəhəbdir. Allah Subhanahu və Teala bizləri xalq olaraq, millət olaraq, dövlət olaraq firavan eləsin, xoşbəxt eləsin. Bax, bu günlər kimi bir neçə il bundan qabaq biz bayram namazlarında həmişə belə dua edirdik ki, Allah sən bu namazları bizə o alınmış torpaqlarımızda qılmağı nəsib elə. Bugün şükürlər olsun Allaha ki, biz öz suverenliyimizi tam ərazi bütövlüyümüzü tam təmin eləmişik və Azərbaycanın bütün torpaqlarında, regionlarından azan səsi eşidilir. Bayram sevinci, nəşəsi yaşanır. Bu böyük bir lütfdür, böyük bir nemətdir. Allah bunu bizə bəxş eləyib. Allah əsirgəməsin inşallah, uğurlarımızı bol eləsin. Allah millətimizi, xalqımızı xoşbəxt, dövlətimizi başını uca eləsin, bayrağımızı uca eləsin. Allah bu gözəl günləri yenə deyirəm, bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr əta eləsin, övladlarının, qazilərimiz, öz səhhətini bitirən qazilərimizə Allah şəfa versin. Dua etmək və paylaşmaq günlərini yaşayırıq. Allah Teala hər kəsin paylaşdığına bərəkət versin. Allah bizdən və bütün müsəlmanlardan qəbul eləsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Çox danışmaq istəmədim. Qurban bayramı. Allah razı olsun. Allah razı olsun. Başım ödüm. Çox sağ olun.
Namazdan sonra insanlar bir-birini görüşür və bir-birini səmimiyyətlə təbrik edir. Allah özü qəbul etsin. Bu məscidi inşa etdirən Azərbaycan şöhrətli xeyriyyətçi ləmbəranlarımız Samir müəllim, Yusuf müəllim, Fəqan müəllim qardaşlarına təşəkkürümüzü bildiririk. Allah atası ziyalımız Rağub müəllimə də rəhmət eləsin ki, belə bir əzəmətli məscidi tikdirib Ləmbaran cəmaatının, Ləmbaran sakinlərinin ixtiyarına, ibadətinə nəsib edib. Allah canlarını sağ eləsin. Tüm millətimizi, xalqımızı, elimizi, obamızı təbrik edir. Əlif baba, buyurun xalqımızı təbrik edir. Ləmbaran cəmaatı, hamınızın qurbanlıq bayramını təbrik edirəm. Azərbaycan xalqı, bütün Azərbaycanlıların bugünkü qurban bayramını təbrik edirəm. Allah uzun ömür, hamıya can sağlığı versin. Təşəkkür edir. Kəndimizə də xoş gəlmişsiniz, gözəl insan. Allah kəsilən qurbanları qəbul etsin. Ləmbaran Xeyriyyət Cəmiyyətini də təbrik edirik. Bütün xeyriyyətçilərimizin olsun. Zülfüqar qardaşımızın atası Nizami əmi. Buyurun. Mən bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm. Arzum budur ki, həmişə əmin-amanlıq olsun, müharibə olmasın, torpaqlarımız alınıbdır. İndən belə bir şəhid verməyək. İndən belə qazilərimizə Allah canı sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin. Mənim arzum odur ki, İndən belə torpaqlarımız alınıbdır, müharibə olmasın, əmin-amanlıq olsun, sülh olsun. Bəli. Yaşasın prezidentimiz, yaşasın Ali Başkomandanımız. Var olsun dövlətimiz. Var olsun devletimiz. Minnətdaram, Allah sizi var eləsin. Sağ ol. Siz başta olmaqla bütün şəhid atalarını, şəhid Sağ ol, analarını bayramı təbrik Sağ edirik. ol. Ailələrinin Biz də sizə evlatlarını. sənin bayramı təbrik edirik. Biz də sənin kimi bir gözəl oğlan, sənin kimi bir mehriban, bu kəndin xeyrinə, şərinə, bütün hər bir şeyinə can yandıran bir adama təşəkkür edirəm mən şəxsən. Allah sizi var eləsin, başımızdan əsir etsin. Bütün şəhid atalarını, analarını, ailələrini, evlatlarını. Sağ ol. Meyvə gözəl nemətdir, həm də sağlamlıqdır. Bax, bu meyvəni də ehsan olaraq təşkil edənlərə təşəkkür edirik. Amin. Amin. İnsanlarımız bayram namazına gələnlər. Və gedək. Amin. Amin. Əziz və hörmətli izləyicilərimiz, mən bugün Bərdə rayon Ləmbaran kənd Hacı Həmid adına Cümə məscidində qılınan bayram namazına və insanlarımızın təbrikini öz kanalımda, yəni Bəxşeyiş müəllimin kanalında sizlərə təqdim etdim. Allah bütün edilən ibadət, dua, şükür və zikirləri qəbul etsin. Bütün Azərbaycan xalqının və Həzrət Muhammed ümmətinin Qurban bayramına bir daha təbrik edirik. Əziz izləyicilərimiz, sizdən bir daha rica edib və xahiş edirəm ki, kanalımıza baxın, videolarımızı bəyənin, şərh yazın, like edin və paylaşın. Paylaşın ki, dünyanın dört bir yanında olan insanlar Ləmbaran kəndimizi və edilən duaları, şükürləri, zikirləri görsünlər və bizim təbrikimizə qoşulsunlar. Allah bayramınızı mübarək etsin. Azərbaycanlılar üçün bir ana vətən var. Bu müqəddəs Azərbaycan torpağıdır. Harda yaşayırsan yaşa. Amma Azərbaycan haqqında düşünməlisən. Azərbaycanın müstəqilliyi haqqında düşünməlisən. Azərbaycanın ərazi bütövlüyü haqqında düşünməlisən. Azərbaycan xalqının bugünü gələcəyi haqqında düşünməlisən. Bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Və bugün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Mən BMT internet televiziya və YouTube kanalının təsisçisi və direktoru Bəxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Dan Qara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, Bərdəmizin, Ləmbaran kəndimizin xidmətində və dəstəyindəyəm. Uzun illər olduğu kimi indi də
və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb, Lənkəran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Lənkəran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Lənkəran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib, bütün dünyaya yayımlayıb, gələcək nəsillərə tanıtdıracağım. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Lənkəran kəndimizə və xeyriyyətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolda hər birimizə yar olsun. Amin. Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.